Üçüncü fəsil. Biçində nə qədər əziyyət çəkdilər, nə qədər qan tər tökdülər. Amma zəhmətləri hədər getmədi. Ümid etdiklərindən də böyük uğur qazandılar. Bəzən işdə çətinliklər yaranırdı. Aydın məsələdir ki, əmək alətləri heyvanlara yox, insanlara uyğunlaşdırılmışdı. Heyvanların ən böyük çətinliyi arxa ayaqlar üstə dayanaraq tələb olunan aləti işlədə bilməmələri idi. Lakin domuzların ağlı sayəsində hər bir çətinlikdən çıxış yolu tapmaq olurdu. Atlara gəldikdə isə onlar tarlaların hər qarışına bələd idilər. Onlar otu biçməyi və tayaya vurmağı Mr. Jones'la işlərindən daha yaxşı bacarırdılar. Domuzlar özləri çöl işlərində işləmirdilər. Onlar yalnız təşkilati məsələləri həll edir və ümumi rəhbərliyi həyata keçirirdilər. Təbii ki, bu rəhbər rola özlərinin hər tərəfli bilikləri sayəsində yüksəlmişdilər. Boxerlə Clover gah ot biçən, gah ot yığan maşına qoşulur. Aydın məsələdir ki, daha döyülməkdən və zorla işlədilməkdən söhbət gedə bilməzdi. Onlar yorulmadan çəmənlik boyu dövrə vururdular. Otu tez biçmək və toplamaq üçün hər bir heyvan can qoyurdu. Hətta toyuqlarla ördəklər də səhərdən axşama qədər yandırıcı günəş altında yanlarını basa-basa dimdiklərində nazik ot saplaqları daşıyırdılar. Nəticədə hamı əlindən gələni edirdi. Ferma qurulandan belə məhsul toplanmamışdı. Heç bir heyvan əziyyətdən qaçmırdı və burada itkidən söhbət gedə bilməzdi. İti gözləri olan toyuqlarla ördəklər son yonca yarpağına qədər hər şeyi toplamışdılar. Biçim vaxtı heç bir heyvan, hətta ağız dolusu ot oğurlamaq fikrinə düşməmişdi. Bütün yay boyu fermada işlər qurulu saat kimi ahəngdar davam etdi. Heyvanlar işin öhdəsindən gələ bildiklərinə görə çox xoşbəxt idilər. Topladıkları hər cəngə ot sinələrini dağa döndərirdi. Çünki bütün bu məhsul özlərinin idi. Onu özləri üçün tədarük etmişdilər. Daha acgöz sahiblərinin xəsisliklə verdiyi pay deyildi. Tüfeyli həyat keçirən insan adlı məxluq qovulduqdan sonra indi kimsə bu məhsula göz dikə bilməzdi. Artıq boş vaxtlarında heyvanlara çox şey haqqında düşünmək lazım gəlirdi. Hələ lazımi təcrübələri olmadığından bir sıra çətinliklərlə üzləşirdilər. Məsələn, yayın sonunda dənli bitkiləri biçən zaman taxılı yaxud arpanı dədə-baba qaydası ilə təmizləyir, nəfəsləri ilə üfürərək dəni bıçqıldan və xırda saman çöplərindən arıtlayırdılar. Çünki fermada taxıl döyən maşın yox idi. Ancaq bir tərəfdən donuzların fəhmi, o biri tərəfdən də Boxerin güclü əzələləri onlara həmişə çətin vəziyyətdən çıxarırdı. Boxer işgüzarlığı ilə hamını heyran qoymuşdu. O Johnson zamanında da heç vaxt zəhmətdən boyun qaçırmırdı. İndi isə sanki özündə 3 atın gücünü birləşdirmişdi. Elə günlər olurdu ki, fermadakı bütün çətin, ağır işləri öz qüvvətli çiyinlərinə götürməli olurdu. Gün çıxandan şər qovuşana qədər yorulmadan çalışırdı. Onu həmişə işlərin ən çətin getdiyi yerdə görmək olardı. Boxer xoruzların birinə onu səhərdən yuxudan başqalarından yarım saat tez oyatmağı tapşırmışdı. İş günü başlayana qədər Boxer heç bir məcburiyyət olmadan işlərin axsadığı çətin sahələrdə əlləşib mütləq nə isə düzəldir, sahmana salırdı. Hər hansı maneə yaxud çətinliklə üzləşdiyi zaman öz-özünə təkrarladığı sözlər var idi. Mən daha çox işləyəcəm, mən daha çox çalışacağam. Bu sözlər Boxerin həyat şüarına çevrilmişdi. Fermanın digər sakinləri də bacardıqları qədər işləyirdilər. Məsələn, taxıl biçini vaxtı toyuqlarla ördəklər tarlalardan bir-bir topladıkları dənlər sayəsində ümumi ambara 5 buşel məhsul gətirmişdilər. Oğurluq, yemək payı üstə qanqaraçılıq, dava-dalaş, söz-söhbət, paxıllıq, qısqanclıq kimi
keçmiş vaxtlar üçün adi sayılan bütün bu ürək bulandıran hallar bir dəfəlik aradan qaldırılmışdı. Demək olar ki, heç kəs heç nədən şikayətlənmirdi. Doğrudur, sübh tezdən yuxudan oyanmaq Mollinin o qədər də xoşuna gəlmirdi. Yaxud dırnaqlarının arasına daş qalması bəhanəsi ilə hər an işi yarımçıq atıb qaçmağa meyilli idi. Pişik də bəzən özünü çox qəribə aparırdı. Tezliklə məlum oldu ki, o iş görmək lazım gələndə axtarıb tapmaq olmur. Pişik saatlarla ortalıqda gözə dəymirdi. Sonra isə ya nahar vaxtı, ya da iş axşam qutaranda gəlib çıxır və özünü sanki heç nə olmamış kimi aparırdı. Amma bu zaman elə səmimiyyətlə üzr istəyir, elə nəzakətlə miyoldayırdı ki, niyyətinin xeyirxahlığına inanmamaq mümkün olmurdu. Qoca uzunqulaq Benjamin isə deyəsən, üsyan zamanından bəri zərrəcə dəyişməmişdi. O heç vaxt əlavə işə öz xoşu ilə can atmır, ancaq heç bir işdən də boyun qaçırmırdı. Johnson zamanında olduğu kimi astagəl inadkarlıqla çalışırdı. Benjamin üsyan və onun nəticələri haqqında danışmaqdansa susmağa daha çox üstünlük verirdi. Ondan Jones qovulandan sonra özünü xoşbəxt hiss edib etmədiyini soruşanda burnunun altında donquldanırdı. Eşşəklərin ömrü uzun olur. Hələ heç biriniz ölü eşşək görməmisiniz. Bu sözləri eşidəndə onun nə demək istədiyi üzərinə baş sındırmalı olurdu. Bazar günləri iş yox idi. Səhər yeməyi həmişəkindən bir saat gec yeyilirdi. Yeməkdən sonra hamı hər həftənin istirahət günlərini mütləq keçirilən mərasimə tələsirdi. Əvvəlcə təntənəli şəkildə bayraq qaldırılırdı. Snowball ambardan Mrs. Jones'un köhnə yaşıl süfrəsini tapmışdı. Süfrənin üzərinə ağ rənglə dırnaq və buynuz təsviri çəkmişdi. Hər bazar günü səhər bu bayraq bağın ortasında bayraq dirəyinin üzərinə qaldırılırdı. Snowball'un izahatına görə yaşıl rəng İngiltərənin yaşıl çöllərinin rəmzi idi. Dırnaqla buynuzsa insan nəslinin hakimiyyətini tamam devrildikdən sonra qurtulacaq və yenidən qurulacaq Heyvanistan Respublikasını təcəssüm etdirirdi. Bayraq qaldırma mərasimi başa çatan kimi hamı böyük ambara, Məşvərət Şurasının iclasına toplaşırdı. Burada növbəti həftə ərzində görüləcək işlər planlaşdırılır. Müxtəlif qətnamələr irəli sürülür və müzakirə edilirdi. Qətnamə təklifləri bir qayda olaraq donuzlardan gəlirdi. Qalan heyvanlar necə səs vermək olduğunu yaxşı bilirdilər. Lakin heç vaxt öz qətnamələrini hazırlamaq fikri ağıllarına gəlməmişdi. Snowball və Napoleon müzakirələrdə hamıdan fəal iştirak edirdilər. Lakin heç vaxt ümumi fikirdə olmamaları heyvanların diqqətindən yayınmamışdı. Biri neysə təklif edən kimi, digəri mütləq onun əleyhinə çıxırdı. Və beləcə müzakirələr sona çatırdı. Məşvərət həmişə İngiltərə heyvanları mahnısının oxunması ilə başa çatırdı. Günortadan sonra heyvanlar istirahət edirdilər. Əvvəllər qoşqu alətləri saxlanan ambarı donuzlar öz qərargahlarına çevirmişdilər. Burada fermadan tapdıqları heyvanların yardımı ilə kitablar əldə etmişdilər. Onlar axşamlar dəmirçilik, dülgərlik və başqa vacib sənətlərin sirlərinə yiyələnirdilər. Snowball bu işlərlə yanaşı, digər heyvanların heyvan komitələri adlandırılan qurumlarla təşkilatlanması ilə məşğul olurdu. Bu işə bütün varlığı ilə bağlanmışdı. O oxuyub yazma kurslarından başqa toyuqlar üçün yumurta istehsalı komitəsi, inəklər üçün təmiz quyruqlar cəmiyyəti, sıçovullar və ada dovşanları ilə tərbiyəvi iş aparmaq üçün vəhşi yoldaşların yenidən maarifləndirilməsi komitəsi, qoyunların yunlarını çirk və pıtraqlardan qorumaq üçün Ağ Yun hərəkatı və bir sıra digər ictimai qurumlar yaratmışdı.
Lakin nədənsə bu layihənin hamısı uğursuzluğa düçar oldu. Vəhşi heyvanların əhilləşdirilməsi ilə bağlı təşəbbüslərin səmərəsizliyi ilə çox tezliklə üzə çıxdı. Vəhşi yoldaşlar özlərini əvvəlki kimi aparır. Xoş münasibət və nəcib rəftar görəndə isə bundan dərhal öz xeyirləri üçün yararlanmağa çalışırdılar. Məsələn, pişik yenidən maarifləndirilməsi komitəsi üzvlərinin sırasına daxil olmuş və bir neçə gün böyük fəallıq göstərmişdi. Onu hətta bir dəfə damda oturaraq yaxınlıqdakı qarğalarla söhbət etdiyini görmüşdülər. Pişik qarğalara danışırdı ki, indi bütün heyvanlar yoldaşdırlar və hər hansısa bir qarğa çəkinmədən gəlib onun caynaqlarına toxuna bilər. Amma qarğalar arada məsafə saxlamağı daha üstün tutmuşdular. Savad kursları isə heyvanlar arasında böyük uğur qazanmışdı. Payıza doğru demək olar ki, hər bir heyvan müəyyən dərəcədə savad əldə etmişdi. Donuzlar mükəmməl yazıb oxuyurdular. İtlər də oxumağı sürətlə öyrənirdilər. Amma onları 7 prinsipdən başqa heç nə maraqlandırmırdı. Muruel adlı keçi oxumağı itlərdən də yaxşı bacarırdı. Bəzən axşamlar zibillikdən tapdığı qəzet parçalarını digər heyvanlar üçün oxuyurdu. Benjamini də donuzların hər biri qədər savadlı saymaq olardı. Amma o heç vaxt öz qabiliyyətini nümayiş etdirməyə can atmırdı. Söhbət düşəndə dodaqaltı oxumağa yararlı bir şey tapılmadığından şikayətlənirdi. Clover də əlifbanı axıra çıxmışdı. Lakin hərfləri yan-yana düzüb söz qoşa bilmirdi. Boxerin hövsələsi isə yalnız D hərfini öyrənməyə qədər çatmışdı. O, iri dırnaqları ilə tozun üzərinə A, B, C, D hərflərini cızır, sonra təkrarlayır, qulaqlarını şəkləyib yalmanını çırpır, diqqətini cəmləyib sonraki hərfi xatırlamağa çalışırdı. Bəzən Boxer növbəti Y, F, G, H hərflərini də öyrənməyə müvəffəq olurdu. Lakin bu zaman təəccüblə əvvəl öyrəndiyi A, B, C və D-ni yadından çıxdığını görürdü. Nəhayət o, savadını əlifbanın ilk 4 hərfi ilə məhdudlaşdırmaq qərarına gəldi. Boxer yaddaşını təzələmək üçün bu hərfləri gündə 1 və yaxud da 2 dəfə toz üzərində yazırdı. Adındakı 4 hərfi öyrənəndən sonra Molly də təhsilini davam etdirməkdən boyun qaçırdı. O, kiçik budaqları hərflər şəklində düzərək adını yazır, hərflərin bəzi yerlərinə 1 və ya 2 gül taxır, o tərəf bu tərəfə gəzişərək yaratdığı sənət nümunəsinə heyranlıqla tamaşa edirdi. Fermadakıların çoxu isə A hərfindən o yana keçə bilmədilər. Kütbeyinlikləri ilə ad çıxarmış qoyun, ördək, toyuq kimi heyvanların da hətta 7 prinsipi əzbərləməyə qabiliyyətinin çatmadığı aşkara çıxdı. Bunu görən Snowball çox fikirləşəndən sonra 7 prinsipin mahiyyətinə elə bir ciddi xələl gətirmədən onların 4 ayaq yaxşıdır, 2 ayaq pisdir ifadəsi ilə əvəzlənməsini təklif etdi. Onun fikrincə animalizmin təliminin bütün mahiyyəti bu ifadədə öz əksini tapmışdı. Kim bir mudrik sözləri dərindən mənimsəsə, insanların məhv edici təsirindən həmişəlik xilas ola bilərdi. Lakin quşlar əvvəlcə ifadənin özlərinə qarşı çevrildiyini düşünüb incindilər. Çünki insanlar kimi onların da 2 ayağı var idi. Snowball isə bu fikrin yanlış olduğunu sübuta yetirərək dedi. Yoldaşlar, quşların qanadları fəaliyyət orqanı deyil, hərəkət orqanıdır. Başqa sözlə desək, onların qanadları da ayaq sayılmalıdır. İnsanın fərqləndirici əlaməti isə əldir. O məhz əlləri vasitəsilə özünü bütün yaramazlıqlarını həyata keçirir. Quşlar Snowball'un uzun-uzadı danışıqlarından bir şey anlamasalar da, məsələnin mahiyyətini başa düşdülər. Xüsusi əqlə qabiliyyəti ilə seçilən bütün heyvanlar dərhal yeni aforizmi əzbərləməyə başladılar. 4 ayaq yaxşıdır, 2 ayaq pisdir. Bu kəlamı iri hərflərlə anbarın arxa divarına, 7 prinsipin baş tərəfinə yazdırdılar. Yeni kəlamın mənası nəhayət qoyunlara da çatdı və sözlər o dərəcə xoşlarına gəldi ki, həmin gündən örüşdə uzandıqları zaman xorla 4 ayaq yaxşıdır, 2 ayaq pisdir, 4 ayaq yaxşıdır, 2 ayaq pisdir deyə saatlarla mələşir və yorulub əldən düşənə kimi eyni şeyi təkrarlayırdılar.
Napolyon Snowball'un yaratdığı komitələrin işinə qətiyyən maraq göstərmirdi. Onun fikrincə, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq yaşa dolanlarla işləməkdən daha önəmli idi. Napolyon yeni nəsillə bağlı fikirlərini ilk dəfə ot biçinindən sonra Jesse ilə Bluebell dünyaya 9 sağlam küçük gətirəndə açıqlamışdı. Balaca analarının döşündən ayrılan kimi Napolyon onları yanına apardı və təlim-tərbiyə ilə şəxsən özü məşğul olacağını elan etdi. Küçüklərə çardaqda yer düzəltdirdi. Həmin çardağa isə yalnız domuzların qərargahı olan ambar binasından keçib getmək mümkün idi. Küçüklər burada tam qapalı şəraitdə saxlanılırdılar. Bir müddət keçəndən sonra ferma sakinləri onların mövcudluqlarının yerli-dibli unutdular. Tezliklə südün yoxa çıxması ilə bağlı sirli hadisə də aydınlaşdı. Sən demə, domuzlar onu hər gün öz yemlərinə qarışdırırmışlar. Bir azdan meyvə bağında ilk almalar yetişdi. Ağacların altındakı çəmənlik budaqlardan qopub tökülən meyvələrlə dolu idi. Heyvanlar bu meyvələrin hamının arasında bərabər bölünməsini təbii saydı. Lakin günlərin birində yerə tökülən almaların toplanaraq domuzların istifadəsi üçün onların qərargahına gətirilməsi haqqında əmr elan olundu. Əmri eşidən heyvanlar burunlarının altında donquldandılar. Lakin heç bir faydası olmadı. Bütün domuzlar bu məsələdə yekdillik nümayiş etdirdilər. Hətta Napolyonla Snowball'un da mövqiləri ilk dəfə üst-üstə düşdü. Çığırğan müvafiq izahat işləri aparmaq üçün heyvanların yanına göndərildi. Yoldaşlar, deyə o zil səsi ilə qışqırmağa başladı. Ümid edirəm ki, domuzların bu hərəkətini onların egoizmə qapılmaları, yaxud özlərini başqalarından artıq hesab etmələri ilə əlaqələndirməyəcəksiniz. Əslində çoxumuzun süddən və almadan xoşu gəlmir. Şəxsən mən özüm onlara baxa bilmirəm. Alma və süddən istifadədən yeganə məqsəd sağlamlığımızı qorumaqla bağlıdır. Süd almanın tərkibində bunu artıq elm sübuta yetirib yoldaşlar. Domuzların özlərini həmişə yaxşı hiss etmələri üçün zəruri olan maddələr vardır. Biz domuzlar əqli fəaliyyətlə məşğuluq. Fermadakı bütün idarəçilik və təşkilati işlərin məsuliyyətini daşıyırıq. Gecə-gündüz sizin rifahınızın keşiyində dayanırıq. Yalnız sizin rifahınız üçün bu südü içir, bu almaları yeyirik. Əgər domuzlar öz vəzifələrini yerinə yetirmək qüdrətində olmasalar, bunun nə ilə nəticələnəcəyini bilirsiniz? Bilmirsinizsə bilin. O zaman Jones geri qayıdacaq. Bəli, Jones yenidən geri qayıdacaq. Yoldaşlar, mən tam əminəm ki, nitkinin bu yerinə çatanda çığırğan quyruğunu tərpədə-tərpədə dərhal o tərəf bu tərəfə atıldı və ağlamsındı. Sizin aranızda Jones'un qayıtmasını istəyən tək bir heyvan da yoxdur. Həmin dəqiqələrdə heyvanların tam əmin olduqları bir şey vardısa da, o da heç birinin Jones'un geri qayıtmaq istəməmələri idi. Məsələn, bu şəkil qoydandan sonra etiraz etməyə heç bir heyvanın sözü qalmadı. Domuzların sağlamlığı qayğısına qalmaları zəruriliyi fikri hamıya aydın oldu. Odur ki, müzakirə aparmadan südün və yerə düşən almaların, ha belə yetişəndən sonra ağaclardakı meyvənin əksər hissəsinin domuzların istifadəsinə verilməsi haqqında qərar qəbul edildi. 3-cü fəslin sonu. Kanalıma abunə olmağı unutmayın. Bəyəni qoyun, şərh yazın və bölümlər haqqında fikirlərinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz mənim üçün çox dəyərlidir.